Biz bu ipoteka məsələsinə ciddi Məncə də. yanaşmalıyıq və çox sayda insanlar məhz evlənə bilmir, məhz bu səbəbə Eynən, görə. bəli. Çox sayda insanların həm də biraz da zamanı keçidəndən sonra artıq onun ailə qurmaq istəyi də fərqli olur. Və bu həm də ki, məsələn, bunu qadınlar üçün biraz əlçatan eləmək lazımdır ki, bir çox qadınlar, məsələn, ən böyük arzusu özünün müstəqil evinin olmasıdır. Demək, həyat yoldaşı da yoxsul oldusa, özü də yoxsul oldusa, bu kiminsə demək, himayəsində yaşamalıdır. Bu himayədə yaşamaq özü də insan şəxsiyyəti üçün ağır bir sürəcdir, ağır bir prosesdir və o baxımdan da biz bu kredit şərtlərini birinci növbədə qaydaya salmalıyıq. İmkan verməliyik ki, hələ bank olmayan kredit təşkilatları öz istədiyi faizlə kredit verir. Biz yaratmışıq alternativlər ki, heç olmasa oradan müəyyən dərəcədə rahatlıqla alsın. Faizlər orada daha çox demək, dövlətin pay sahibi olduğu banklardan daha yüksək səviyyədədir. Ona görə də yəni bunlar yenə mənim yanaşmam odur ki, biz biraz liberallaşmaya getməyə çalışmalıyıq. Yəni iqtisadiyyatda liberallaşma olsa, bir çox məsələlər qurumların yenidən demək, dəyişimi formasında, qurumların yenidən formalaşması şəklində bu xırda problemlərin həllini çözmək mümkün olacaqdır. Yəni ona doğru ciddi islahatlar aparmağa ehtiyac var.